Bu sevinci artıq ikinci dəfə yaşayıram, bilənlər bilir. 9-cu sinifdə də 300 bal toplamışdım maksimum. O qədər həyəcanlı idim. Tam 11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. DİN Medias xəbər verir ki, imtahan iştirakçıları arasında maksimum 300 bal toplayan şagirdlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta təhsil məktəbinin məzunu Aydın Çingizoğlu Həsənlidir. Təhsil aldığı məktəbin rəhbərliyi də şagirdə gələcək işlərində uğurlar arzulayıb. Aydın Həsənli Dinas TV müsahibəsində bildirib ki, rekordu təzələmək ona böyük ümidlər verib. O hətta bu balı toplamağın sirlərini də bölüşüb. Əvvəla sevincimin həddi-hududu yoxdur. Bu sevinci artıq ikinci dəfə yaşayıram, bilənlər bilir. 9-cu sinifdə də 300 bal toplamışdım maksimum. İndi rekordumu təzələmək qismət oldu mənə. İmtahanda yaxşı nəticə toplamaq üçünsə gərək bu növrədən aşağı siniflərdən uşaq yaxşı oxusun dərslərini. Uşaq vaxtı hər tərəfli bütün fənlərdən oxuyurdum. Yəni sırf bir neçə fənni oxuyub digərlərini qırağa atmırdım. Bütün fənlərdə ortalama oxuyurdum, yaxşı oxuyurdum. Artıq yuxarı siniflərdə əhəmiyyəti verdim əsas fənlərə, ixtisasım olan fənlərə və buraxılış fənlərinə. Həm valideynlərimə, həm də müəllimlərimə, məktəb heyətinə təşəkkürümü bildirirəm. İllərdir mənimlədilər, mənə dəstək oldular həmişə. Mən artıq blok imtahanına hazırlaşmıram, çünki keçən il 10-cu sinifdə Respublika Fənn Olimpiadalarında riyaziyyat üzrə medal qazanmışdım. Ona görə müsabiqədən kənar Bakı Ali Neft Məktəbinə qəbul olmaq istəyirəm hələ ki. İxtisas olaraq kompüter elmlərini istəyirəm. Sonra da Allah qoysa, balımı bitirəndən sonra xarici təhsilini davam etdirmək istəyirəm. Mən də Aydın qədər çox həyəcanlıyam. Yəni eşidəndə çox sevindik, həddindən artıq çox sevindik. Əslində gözləyirdim, mən həmişə Aydına görə sevinmişəm. Allah onu qorusun, Allah bütün övladları qorusun. Yəni çox Siz balı eşidəndə nə hisslər keçirdiniz valideyn olaraq? Onu deyə bilmərəm. Onu bilmirəm. Bəlkə qırağda kimsə olardı, o görə deyə bilərdi. Yəni özüm o qədər həyəcanlı idim. Məlumat üçün bildirək ki, Aydın Həsənli həm də 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da maksimum 300 bal toplamışdı. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.